danışmaq istədiyim Livingstone'un məşhur əsəri olan Yaşamaq Yalnız haqqındadır. Oradan bir sitat gətirmək istəyirəm. Deyir ki, insanın məqsədi yalnız xoşbəxt olmaqdan ibarət deyil. İnsan dünyaya yalnız vicdanlı olmaq üçün də gəlmir. O bəşəriyyət üçün bir şey açmalı, nəcib olmalı, insanların keçirdiyi bayağı həyata üstün gəlməlidir. Bunu da etmək çox asan bir iş deyil. Hər kəsin bayağı və sıradan yaşadığı bu dünyada nəcib olmaq və bir şeyləri açmaq o qədər asan deyil. Buna da bir nümunə gətirim. Ovçu həmişə ox atarkən oxun düz olmasını istəyir. Həmişə düz oxlar atır ki, hədəfə dəysin, istiqamətli olsun. Ya da tüccar bir işlə məşğul olan zaman həmişə mismarın düz olanını seçir ki, o yaxşı o işi görə bilsin. İnsanlarda da belədir. Düz olan, dürüst olan həmişə tez sıradan çıxır, necə deyim, tez işlənilir, hamı ona daş atılır, belə olur yəni. Əsər oxuyandan sonra sən insan olaraq motivasiyalanırsan, öz yolunu tapmaq üçün çox gərəkli olduğunu düşündüyüm əsərlərdən biridir. Mütləq oxumalısınız, amma boş vaxtlarınızda oxusanız çox yaxşı olar, çünki çox depressiv əsərdir. Məsələn, o əsəri oxuyaraq bir işə getmək, işləmək və s. çox çətin olar, çünki elədir ki, çox overthink edirsiniz. O anda işə konsentrə ola bilməzsiniz. Ya da məsələn, abituriyentsinizsə dərslərinizə o qədər yaxşı hazırlaşa bilməzsiniz. Bunu boş zamanlarda oxumaq daha yaxşıdır. Yaşamaq yanğısı. Dostum, son vermək o qədər asan deyil.